Xəzər dənizinin mühafizəsi və onun çirklənməsinin qarşısının alınması günümüzün ən aktual məsələlərindən hesab olunur. Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi olmaqla bərabər Azərbaycanın təbiəti, iqtisadiyyatı, ekoloji təhlükəsizliyi üçün çox önəmlidir. Bu dəniz həm bioloji müxtəlifliyə, həm də balıqçılıq, nəqliyyat, turizm və enerji resurslarına görə əvəzolunmazdır. Lakin son illərdə Xəzərin ekoloji vəziyyəti ciddi problemlərlə üzləşib. Əsas problemlərdən biri sənaye tullantıları, məişət çirkab suları və neft hasilatı ilə bağlı çirklənmədir. Əgər bu çirklənmənin qarşısı alınmasa, həm təbiətimiz, həm də gələcək nəsillərin sağlamlığı risk altında qalacaq. Bu səbəbdən Xəzər dənizinin mühafizə zonalarının qorunması xüsusi əhəmiyyət daşıyır. Bu zonalar dənizin özünü təmizləməsi, biomüxtəlifliyin qorunması və ekoloji balansın saxlanılması üçün vacibdir. Qanunvericiliyə görə sahilyanı zolaqlarda tikinti və fəaliyyət yalnız ekoloji tələblərə uyğun ola bilər. Qanunsuz zəbt və istifadəyə görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub. Suların istifadəsinə və mühafizəsinə Dövlət Nəzarət Xidməti olaraq tərəfimizdən Xəzər dənizinin mühafizəsi ilə bağlı müxtəlif proqramlar həyata keçirilir. Bura monitorinqlərin təşkili, su nümunələrinin götürülməsi, tullantı suların idarə olunması və mövcud qanunvericiliyin tələblərinin pozulması halında inzibati araşdırmanın başladılması kimi məsələlər daxildir. Məqsəd yalnız cərimə yazmaq deyil, həm də profilaktik təsirdir. Lakin bu məsələdə vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları və hər birimizin maarifləndirilməsi vacibdir. Hər kəs bilməlidir ki, Xəzərin mühafizəsi sadəcə ekoloji məsələ deyil, həm də hüquqi məsələdir. Təmiz Xəzər demək, sağlam həyat, güclü iqtisadiyyat və davamlı inkişaf deməkdir.